İsrailin 13 iyun gecəsi İrana hücumu zamanı inteqrasiya naziri Ofir Sofir Azərbaycanda İrandan cəmi neçə 100 kilometr məsafədə olub. Bu andan etibarən dövlət məmurunun təhlükəsizliyini təmin etmək üçün qeyri-adi əməliyyat başlayıb və bu 15 iyunun onun İsrailə qayıtması ilə başa çatıb. Baku Presin verdiyi məlumata görə bu barədə vestijikoch.il portalı xəbər yayıb. Bildirilir ki, Sofir Soxnut agentliyinin nümayəndə heyəti ilə birlikdə gənc yəhudilərin seminarında iştirak etmək üçün Azərbaycana gəlmişmiş. Ancaq İsrailin hücumu ilə əlaqədar proqram dəyişdirilib. O 13 iyunda Yəhudi icması ilə cəmi bir tədbir keçirə bilib. Təhlükəsizlik xidmətləri ona hoteli tərk etməyə qadağan edib. Gecə isə o təyyarə ilə Afinaya göndərilib. Yunanistan paytaxtından Sofir Larnakaya uçub. Sonra Limassola gedib, oradan isə 15 iyunun gecəsi agentliyin nümayəndə heyəti ilə birlikdə yaxta ilə İsrailə qayıdıb. Xatırladaq ki, 13 iyuna keçən gecə İsrail Oyanan Şir adlı əməliyyata başlayaraq İranın nüvə obyektlərinə zərbələr indirib. İran cavabı ilə İsrail ərazisinə doğru raketlər buraxıb. Hərbi əməliyyatlar artıq 4 gündür ki, davam edir. Sosial şəbəkələrdə paylaşa bilmədiyimiz video və məlumatları Telegram kanalımızda paylaşırıq. Telegram kanalımıza abunə olmağı unutmayın. Link bioda yerləşdirilmişdi.